Jan van Eyck. Kimdi görəsən? Mən də bilmirdim. Amma araşdırdım. 1434-cü ildə Arnolfini ada baxaq. Cütlüyünün portreti hələ də böyük suallar yaradır. Arxa divarda bir güzgü yerləşir. O güzgüdə biz 2 dənə insan görürük. Alimlər fikirləşir ki, o insandan biri hələ rəssamın özüdür. Bu isə portretin artıq portret olmamasını göstərir. İkinci maraqlı bir əşya əlbəttə ki, portağallardır. Portağallar o dövrdə çox bahalı bir meyvə idi və bu ailənin zənginliyini göstərir. Həm də portağal təmizliyinin və günahsızlığının simvolları idi. Hələ it də orada elə belə çəkilməyib. İt ənənəvi sadətliyin və sadiqliyin simvolları idi. Çıxarılmış ayaqqabılar bəs. O da Allahın Musaya müqəddəs torpağa girdiyinin, ayaqqabılarını çıxartmağından bəhs eləyir. Bu da anın və məkanın müqəddəsliyini simvollaşdırır.